Deyək müəllim. Axşam seyir. Afət müəllim. Bəli. 3x3 basketbolda komandanın faal limitini 2 faal olaraq yazılan faallar. 3x3 basketbolda. Birini mən deyim, qeyri-idman faalı. Bəli. Bir də diskalifiya faalıdır. Qeyri-idman faalıdır, bir də diskalifiya faalıdır. Sonra 3x3 basketbolda müddətsiz overtime-də qalib necə müəyyən olunur? Müddətsiz overtime-da. İlk iki xalı qazanan oyunun qalibi olurdu. Meydançanın yeni uzunluğu nə qədərdir anam? 11-15. Aha, 11-15 idi. Böyük basketbolda meydançanın yeni uzunluğu nə qədərdir? Böyük basketbolda 28-in. 28-in 15. Aha, 28-in 15 idi. Voleybol meydançasının ölçüləri neçədir? 18-in 9. Voleybol topun çəkisi nə qədərdir? 380 260-280 qramdır. və 200-260. Aha, voleybol olimpiya idman növüdür, qeyri-olimpiya. Olimpiyanın. Aha, olimpiya idman növüdür. Sonra 3x3 basketbolda belə deyək də, hər sərbəst atışda neçə xal qazanarsınız? Bir xal. Qəşəng. Dayak hərəkət aparatı sürət gücündə, sürətində, qüvvəndə funksional sistemi hesab olunur. Bəli. Qəşəng. Sonra bəs belə deyək də mənim sizə əzələ sistemi sürətlə qüvvənin funksional sistemi hesab olunur, əzələ sistemi. Sürətlə qüvvənin bəli. Bəs sürətin? Dəm. Bəli. Orada da əzələ sistemi də mənim. Bəli. Sürətin də Bəli, qüvvənin də oxşar xüsusiyyətdir ki, hər ikisində dayak hərəkət aparatı və əzələ sistemindən Bəli. istifadə Əzələ olunmalıdır. sistemi Aha. var, bəli. Ürək damar sistemi sürət gücünə, qüvvənin funksional sistemi olmağı ortaq xüsusiyyətlidir, yoxsa fərqli? Ürək damar sistemi. İkisində də var da, ikisində də var. İndi oxşar oldu, fərqli. Oxşar. Təşəkkürlər anam, yenə qayıdacağam. Sağ ol. Aha, Akif müəllim. Bəli. Axşamınız xeyir. Hə. Başlayaq. Badminton idman oyununda azad zona nə qədərdir müəllim? Qəşəng. Volan oyun başlayan zamanı hansı istiqamətdən oyuna daxil edilir? Sağdan başlayırdı. Badmintonda səhvə yol verilən servisi təkrar eləyirik. Səhv yüksək yox. Aha. Uber və Thomas Kubok uğrunda mübarizə neçə ildən bir keçirilir? Bir ildən bir. Yox. Avropa və dünyada bir ildən bir olan. 2 ildən. Uber və Thomas Kubok uğrunda mübarizə 2 ildən bir keçirilirdi. Sonra badminton neçənci ildən rəsmən olimpiya oyunları proqramına daxil olub?